Bu ilin ilk 9 ay ərzində Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 395,3 min dollar olan 89 milyon 365 min ədəd yumurta ixrac edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yumurta ixracı 5 ölkəyə – Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qambiya və Sierra Leone-yə olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 7,15 sent olub. Qeyd edək ki, bu ilin ilk 9 ayında yumurta Azərbaycandan xarici ölkələrə bu qiymətlərlə ixrac edilib. Onu da bildirək ki, bu ilin oktyabr ayında Azərbaycanda yumurtanın pərakəndə satış qiyməti 18,2 qəpik olub. Yanvar ayı ilə müqayisədə yumurtanın qiyməti 2,3 qəpik və ya 14,5% bahalaşıb. Belə ki, bu ilin yanvar ayında marketlərdə bir ədəd yumurtanın orta satış qiyməti 15,9 qəpik olub.